Uşaqlara bu gün mürəkkəb funksiyanın 5-ci bölməsinin izahına başlayırıq. Deməli, birinci sualımızdan başlayaq. Birinci sualda bizə deyilir ki, fx funksiyasına əsasən təyin oblastını tapın. Baxın, biz təyin oblastı öyrənmişik. Təyin oblast x-in ala biləcəyi qiymətlərdir. Deməli, funksiyada görürsünüz, bax, burada bir nöqtə qoyulub, bir nöqtə də burada qoyulubdur. Demək, bu nöqtələrdən, buradakı bu nöqtələrdən x-ə doğru gəlmək lazımdır. Demək, bu nöqtədən gəlirsiniz x-ə, bir də bu nöqtədən x-ə doğru gəldik. Demək, mənfi 2-yə gəlir, bir də neçəyə gəlir? 3-ə. Demək, təyin oblastı mənfi 2 ilə 3-dür. İndi qiymətlər çoxluğuna baxaq. Qiymətlər çoxluğu y-dir, y-i tapmaq. Demək, indi həmin nöqtədən y-ə doğru gəlirsiniz. Demək, nöqtəni tapdım, y-ə doğru gəlirəm. Aşağı mənfi 1-dir, yuxarı neçədir ki? Mənfi 1 və 2 olacaq. Təyin oblast deyəndə nöqtədən x-ə doğru gedirik. Qiymətlər çoxluğu deyəndə nöqtələrdən y-ə doğru. Keçdik üçüncüyə. Təyin oblastı 3-dən başqa. Uşaqlar, baxın. Demək, biz demişik ki, kəsrlərin təyin oblastını tapanda məxrəci 0-dan fərqli edirik. Demək, bura, baxın, 3 fərqlidir da zaten 0-dan. Ona görə bunun təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Burada da yenə məxrəcdə dəyişən yoxdur. Ona görə təyin oblast mənfi sonsuzluq, müsbət sonsuzluqdur. 3 də elədir. Demək, D bəndi, Y bəndi, bir də C bəndi. Üçün də məxrəcində dəyişən olmadığından təyin oblast bütün qiymətlərdir. B bəndinə baxın. Bunun təyin oblastını tapanda 0-dan fərqli edirəm. 2x fərqlidir 6, 2x fərqlidir 3 olur. Demək, 3-dən başqa bütün qiymətlər. Mənə də deyib də 3-dən başqa bütün qiymətlər. Ona görə demək, doğru cavabımız hansı olacaq? B bəndi olacaq. İndi desən ki, A bəndi niyə olmadı? A bəndi x kvadrat çıx 9 fərqlidir 0 yazsam, x kvadrat fərqlidir 9, x fərqlidir plus minus 3-dən. Yəni, bunun cavabı olmalıdır ki, mənfi 3 və 3-dən başqa bütün qiymətlər. Burada sadəcə 3-dən başqa deyildi, ona görə B bəndi olur. Dördüncü suala baxaq. Təyin oblastı deyir ki, 5-dən başqa bütünə. Demək, 5 olsa məxrəc 0-a. Demək, burada bütün qiymətlərdir. Çünki kəsir yoxdur. Mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Burada da bütün qiymətlərdir. Baxın, buranı 0-dan fərqli etsəz, x bərabərdir mənfi 5 olur. Yəni, mənfi 5-dən başqa bütün qiymət olmadı. Buranı 0-dan fərqli etdikdə x fərqlidir 5 olur. Demək, doğru cavab hansı olur? Y bəndi olur. Keçdik 5-ci suala. 5-ci sual buraxılış imtahanına düşmüş bir sualdır. Rahat sualdır, onu deyim ki. Demək, deyir ki, A-nın koordinatını tap. A gördüyünüz kimi uşaqlar x oxundadır. Demək, A x var, amma y yoxdur da, y 0-dır. Ona görə demək, bizdə verilən bu düsturda y-in yerinə 0 qoyuruq. 0 qoyub bunu tənlik kimi həll etsək, x kvadrat çıx 4 bərabərdir 0. Buradan x kvadrat bərabərdir 4, x-i alıram plus minus 2. Gördüyünüz kimi A nöqtəsi x-oxun müsbət tərəfindədir. Ona görə demək, x-ə 2 götürürük, 2, 0 nöqtəsi. Demək, doğru cavab hansı olur? A bəndi. Keçdik təyin oblastı. Uşaqlar, baxın, diqqətli olun. Təyin oblast bir kökaltılara fikir verməlisiniz, bir də məxrəcə. Birinci işiniz, baxın, bu məxrəcə fikir verin. Məxrəc, yəni 4 çıx 2, 0-dan fərqli qiymət almalı. Demək, x fərqlidir 4-dən olmalıdır. 4 yəni hansında daxildirsə olmaz. Məsələn, A bəndində 4 daxildə olmaz. Y bəndində mənfi 5 ilə 7-nin arasında 4 var. 4 qoysam məxrəc 0 verir, olmaz. Sonra B bəndində 4 daxil var, olmaz. Yəni, Y C bəndi də Y D bəndidir. İndi yoxlayaq görək hansıdır, baxaq. İndi bunları silirəm. İndi qaydaq misalımıza. Demək, birinci baxıram ki, misalımda kökaltı var. Kökaltı olanda mütləq biz demişik ki, kökün içindəki ifadəni köçürdürük. Aha. X kvadrat plus 7 bölək 4 çıx 2 böyük bərabər nə edirik? 0 edirik. Düzdür. Sonra ayrı-ayrı hamısını 0-a bərabər. Birincini 0-a bərabər eləyəndə x mənfi 5 alıram. Məxrəci 0-dan fərqli olmalıdır deyə 4 yazıram. Amma baxın, x kvadrat plus 7 bərabərdir 0 olanda x kvadrat mənfi 7 eləyir. Kvadrat da mənfi olmaz, boşluqlu olur. Yəni, bu x kvadrat plus 7 var ya, onu 0-a çevirən qiymət yoxdur. Bu həmişə müsbət ədəddir. Hardan bilirsən? X-in üstü 2-dir deyə müsbətdir, üstünə 7 gəldi, həmişə müsbətdir. Bu müsbət ədəd olduğuna görə bunu silin. Buna fikir verməliyim. Demək, həmişə müsbətdir də ona görə. İndi ədəd oxunu çəkdim. Mənfi 5-i, bir də 4-ü qeyd edirsən. 4-dən yuxarı, məsələn, tutaq ki, buradan bir dənə 100 götürürəm. 100-ü gətirirəm, yuxarıda mütərizə bura qoyuram. 5-in üstə 100 gəldi, 105 müsbət. Burada 100 qoyanda, 4-dən 100-ün çıxanda bu mənfi edir. Müsbəti mənfiyə böləndə mənfi. Demək, 100 qoyduğum 20 oldu mənfi.
Onda orta müsbət, bura nə olacaq? Mənfi. Sonra məndə böyük bərabər 0 dediyinə görə müsbət olan yer bizim həllimizdir. Müsbəti də hansı aralığa qoymuşam? Baxın hələ -5-dən 4-ə qədər. Demək doğru cavab hansı olacaq? C məndə. Bərabərsizliyi, yəni yaxşı bilmək lazımdır da bu misal eləmək üçün. Gəlin 7-ci suala baxaq. İndi buradan öyrənərsiniz. Yenə baxın, birinci surətə baxıram. Bax, kök altı x kvadrat plus 11. Biz demişik ki, kök altı ifadələrin təyin oblastını tapanda böyük bərabər 0 edirik. Bunu məsələn bilməyən uşaq götürür belə bura qədər yazır. Sonra deyir x kvadrat böyük bərabər -11. Müəllim, bunun həlli yoxdur. Var. Bu həmişə həlli var. Niyə? X-in yerinə bax burada. Sən nə verirsən ver. Bu müsbət bir ədəd olur. Müsbət ədəd də -11-dən həmişə böyükdür. Ona görə bunun həlli mənfi sonsuzluqla nədir? Müsbət sonsuzluq. Əslində biraz düşüncəsi olan uşaq tez baxan kimi görür ki, sən x kvadrat plus 11-dir. Sən buradakı x-in yerinə hər şey verə bilərsən. 0 da verərsən, müsbət də verərsən, mənfi də verərsən. Çünki onsuz bu kvadratdır deyə müsbət olacaq, ödəyəcək. Deməli, buradan belə çıxır ki, bizdə surət bizə maneçilik eləmir. Yəni bu kök altının təyin oblastı onsuz da mənfi sonsuz, müsbət sonsuz. Demək bunu sildim. İndi gəldik kəsirlər. Kəsirlərin təyin oblastını tapanda isə məxrəci həmişə 0-dan fərqli edirik. Bunu da viyetin köklərini tapsam x1 plus x2 bizə 4 verməlidir. x1 vurulsun x2 isə 18 verməlidir. Hansı ədədlərdir ki, deməli, vuranda, toplayanda 4, burada 18 etsin. Onda da belə həllər olmur, axı, belə bir şey yoxdur. Diskriminantını taban görməli. Diskriminant bərabərdir 16 çıx. 4-ü 18-ə vuranda 72. Hə, diskriminantı da mənfidir. Tamam, lap gözəl. İndi bir dənə danışım sizə. Baxın, başdan bir dənə danışaq. Birinci, kök altı ifadəni götürüb 0-dan böyük bərabər elədik. X kvadrat plus 11 böyük bərabər 0. X kvadrat böyük bərabər -11 dedik. Bu həmişə ödür deyə bu mənfi sonsuz, müsbət sonsuzluqdur. İkinci həllimizdə x kvadrat çıx 4x plus 18-i 0-dan fərqli etdim. Diskriminantı eləyirəm. Demək 16 çıx 72 mənfi oldu. Demək mənfidirsə, demək bunun kökü yoxdur. Demək elə bir x yoxdur ki, məndə məxrəci 0 etsin. Ona görə demək bunun da təyin oblastı nə oldu? Mənfi sonsuz, müsbət sonsuz. Demək doğru cavab A bəndi. X-ə istədiyiniz qiymətləri rahatlıqla verə bilərsiniz. Heç vaxt yəni mənasızlıq yaranmır. 8-ci sualdan başlayaq uşaqlarım. Demək, bu da birinci, ikinci qrupun blok imtahanına düşmüş sualdır. Demək, y bərabərdir kök altda modulda 2 sıx 4-ün kvadratı. Demək, siz bilirsiniz ki, kvadratla kökü ixtisar etdikdə bunu modulda yazırıq. Modulda 2 sıx 4. Demək, funksiyamız budur. Uşaqlar, hər funksiyanı əzbər bilmək zorunda deyilsiniz. Demək, nə edirsiniz? Qiymətlər qoyuruq. X və y deyək. Bura x olsun, burada y. Məsələn, x-ə 0 versəm, baxın, bura 0 qoyuram. 0-dan 4-ün çıxanda -4 moduldadır deyə 4. 0 verdim, 4 oldu. Baxın, bir də testlərin birdəki rəqəmlərə də fikir verin. Görürsünüz, ancaq 4-lər var. Ona görə də mən 1-ə 2 qoyub özümü yormayacam. Bir də x-in yerinə 4 qoyacam. Bura 4 qoyanda 4-dən 4-ün çıxanda neçə elədi? 0 oldu. Bir də uşaqlar, baxın, buralarda -4 var deyə -4 də qoyuram. -4 qoysam. Bura -4 qoyanda müsbət 4 eləyir. 4-dən 4-ün çıxanda 0 elədi. İndi gəlin yazaq. Demək, baxın, 0 olanda 4 olub. Demək, x 0 olanda y 4-dürsə, y oxu buradır. Demək, bir nöqtə buradır. Sonra 4-də 0-dır. 4-də 0-dırsa, demək, bir nöqtə buradadır. Bir də -4-də 0, bir nöqtə buradadır. Demək, baxın, bu nöqtələri belə birləşdirirəm. Baxın, görək hələ. Bura -4, bura 4, bir də 4-dən keçən hansı funksiyanın qrafikidir. Baxın, bax, A bəndə olmadı. Sonra bu olmadı, çünki aşağıdadır. Demək, bu olur, -4, görürsünüz, 4 var, 4 var. Burada da -4, 4 var, 4. Bu olmur, çünki aşağıdadır. Yaddadır yayı. Sonra nə edirsiniz? Bu modulun qabağına baxırsınız. Modulun qabağı müsbətdir, axı. Müsbətdirsə, demək, qollar yuxarı olacaq. Hansı olacaq? D-bəndi. Əgər kimsə bundan qayna olmursa, tam daha rahat öyrənmək istəyirsə, buradakı qiymətləri artırsın. Məsələn, tutaq ki, mən 5 verirəm. 5 verəndə 1 olmur, düzdür? Gətirəm, baxın, bura 5 qoysam, burada y-in 1 düşdü, nöqtə bura düşəcək. Məsələn, 6 qoysam 2 olacaq. Demək, 6 qoyanda y olur, 2 düşəcək bura. Demək, mən yazdıqca görürsünüz, qalxır. Məsələn, tutaq ki, mən bura -5 qoysam. 5-dən çıxın, bax, -5 qoyanda 1 alınır, düşdü bura. Belə qoyduqca o qrafiki rahatlıqla görə bilərsiniz. Ümumiyyətlə, funksiyanı rahat görmək üçün qiymətləri çox qoyun, onda daha rahat olursunuz.
İndi keçdik 9-cu suala baxaq. Yenə kvadrat gedəcəkdir və modulda modul 2/1 oldu. İndi buradan bildik ki, modul 2/1 olanda bir vahid hara sürüşürdü? Sağa sürüşürdü. Hə, bir də burada qabaqda mənfi var. Tamam, mənfi də deyək, qollar aşağı olacaq. Demək, B bəndi ilə Y bəndini sildim. Onsuz da bu modul deyil. Buradan da bayaq gördük ki, 2 dənə modul olmalıdır. Budur. Əgər bilmirsənsə də yenə dediyim kimi götür x-dir, y-dir. Evdə boşsan 0 ver, 1 ver, 2 ver, mənfi 1 ver, mənfi 2 ver. Sonra qiymətləri tap, yoxla, onda tam rahat görürsən. 10-cu sualımıza baxaq uşaqlar. 10-cu sual təyin oblastı, qayda yazın. Demək, əgər kök altının dərəcəsi cütdürsə, gördüyünüz kimi bura 2-dir, cütdür. Demək, kökün içindəki ifadəni köçürdürsünüz. Böyük bərabər 0 edirsiniz. Qarşıda mənfi var deyə mənfiyə vururam. X kvadratı 4x sıx 12 ikisi bərabər 0. Bunun köklərini tapırsınız. Köklər mənfi 2 ilə neçədir uşaqlar? 6. Demək, mənfi 2 və 6 abənd olacaq. Normalda biz bunun intervalını da eləməliyik mütləq. Necə davam edirik? Demək, əsl bərabərliyin həll də belədir. X plus 2, x sıx 6 kiçikdir bərabər 0. Sonra mənfi 2 ilə 6-nı qeyd edirsiniz. Siz də evdə bu formada işləyin. Tənbəllik eləməyin ki, hə, tapdım da budur. Mənfi 2 ilə 6-nı qeyd elədik, çəkdik. Aha. Sonra 6-dan yuxarı bir 100-ü gətirirsən, bir bura qoyursan, bir bura. İkisi də müsbətdir deyə. Bura müsbət, bura mənfi, bura müsbət. Kiçik bərabər 0 dediyinə görə mənfi qoyulan aralığı götürürsünüz. İndi 11-ci sualımıza gəlin baxaq. Yenə həminki qayda ilədir. Bir balaca diqqətlə işləyin. Baxın, demək, mənfi x kvadrat plus 2x plus 15 böyük bərabər 0. Mənfiyə vurdum, x kvadrat minus 2x sıx 15 kiçik bərabər 0. Demək, köklərini tapıram 5 ilə mənfi 3. Sonra vuruqları ayırırsınız. x sıx 5, x plus 3 kiçik bərabər 0. Ədəd oxunu çəkirsən, mənfi 3 dolu, 5 də dolu. Bərabərliyi intervalımıza çəkdik. 5-dən yuxarı 6-nı qoyanda bu da müsbət, bu da müsbət. 2 müsbət bizə müsbət verir. Bura müsbət, bura mənfi, bura müsbət. Sonra kiçik bərabər 0 dediyinə görə mənfi yazılan aralıq, yəni mənfi 3 ilə neçə olacaq? 5 olacaq. Amma çoxunuz deyirsiniz ki, əşi bu hissəni yazmayaq da, elə bildikdə mənfi 3, 5-dir. Amma cavablarda deyək ki, belə bir variant olsa, mənfi sonsuzluq, mənfi 3, 5 sonsuzluq, onda bilməyəsiniz ki, bunu götürəsiniz ya bunu götürəsiniz. Ona görə mütləq intervalınızı yazın. Keçdik 12-ci suala. Yenə təyin oblast. Baxıram ki, yenə kök altı var, amma bu dəfə kök altı məxrəzdədir. Kök altı məxrəzdədirsə, mən artıq x kvadrat sıx 16-nı böyük bərabər 0 yaza bilmərəm. Niyə? Çünki bərabər yazsam, onda məxrəc 0 olar. Və biz bilirik ki, heç vaxt məxrəc 0 olmaz. Ona görə nə edirsiniz? Böyükdür 0 edirsiniz. İndi bunu x sıx 4, x plus 4 yazırsınız, böyükdür 0. Ədəd oxunu çəkdik. Demək, mənfi 4 ilə 4-ü qeyd edirsiniz. 4-dən yuxarı, məsələn, tutaq ki, 100-ü. Gətirirsən 100-dən 4-dən çıxırsan müsbət, 100-ün üstünə 4 gəlsən müsbət, 2 müsbət. Bizə nə verdi? Müsbət. Bura müsbətdirsə, bura mənfidir, bura müsbət. Sonra böyükdür 0-da. Görürsünüz, böyük 0 olanda, yəni müsbət olan yer. 4-dən müsbət sonsuzluğa, mənfi sonsuzluqdan 4-ə. Demək, doğru cavab hansı oldu? D bəndi oldu. İndi gəlin buna baxaq. Yenə deyirik ki, demək, kök altı harda gördüksə, içindəki ifadəni böyük bərabər 0 edirik. Amma məxrəzdədirsə, böyük 0 edirik. Demək, bunu yenə 2 minus 2, 2 plus 2 böyükdür bərabər 0. Ədəd oxunu çəkirəm. Mənfi 2 daxil, 2 daxil. Aha, 2-dən yuxarı 100-ü qoysam, 2-dən 100-ün çıxanda mənfi, 2 ilə 100 toplayanda müsbət. Mənfi müsbətə vuranda nə verir? Mənfi. Bura müsbət, bura mənfi. Sonra böyükdür olduğuna görə üstəcəl qoyduğum aralıqdır. Demək, cavab nə olacaq? Mənfi 2 ilə 2 abəndi olacaq. 14-cü suala baxaq. Kök altıda amma məxrəzdədir. Ona görə 9 minus x kvadrat böyükdür 0 yazırıq. Bunu 3 minus 2, 3 plus 2 böyükdür 0. Ədəd oxunu çəkdik. Daxil deyildiyə mənfi 3-ün də içi boş olur. 3-ün də içi boş olsun. Aha. 3-dən yuxarı 100 qoysam, 3-dən 100-ün çıxıram mənfi. 3-ün üstünə 100 gəlirəm müsbət. Mənfi müsbətə vuranda mənfi, müsbət, mənfi düzdük. Böyükdür 0 dediyinə görə müsbət qoyduğumuz yeri rəngləyirik. Demək, mənfi 3-dən 3-ə kimi D bəndə də daxil olmayacaq, çünki məxrəzdədir. Sonra 15-ci sualımız. 15-ci sualda yenə demək, kök altı ifadədir. X kvadrat minus 4 böyük bərabər 0. Bunu x minus 2, x plus 2 böyük bərabər 0. Ədəd oxunu çəkirik.
Mənfi 2 də daxildir, müsbət 2 də daxildir. 100-ü qoysam müsbət, mənfi, müsbət böyük olduğuna görə mənfi sonsuzluq, mənfi 2, 2-dən müsbət sonsuzluğa. Doğru cavab Y bəndi. Gəlin tərs funksiyana baxaq. Tərs funksiya nədir uşaqlar? Baxın, f(x)in yerinə y də yaza bilərsiniz. Bax, y bərabərdir 3x sıx 1. Tərs funksiya deyəndə adından məlumdur da, demək siz y bərabər deyil, sən bunu x bərabər eləməlisən. Yəni qısaca qayda necədir? Y və x-in yerini dəyiş. Y və x-in yerini dəyiş. Aha, dəyiş. Yəni yazacaqsan ki, x bərabərdir 3y çıx 1. Yerini dəyişdin. İndi tənlikdə y-i tapmalısan. Tapaq demə 3y bərabərdir. Mənfi 1 keçsin bu tərəfə x plus 1. Y nəyə bərabər olacaq? 2x plus 1 bölünsün 3. Demək doğru cavab hansıdır? A bəndi. Birini də eləyək. İndi soruşacağım ki, tərs funksiya necə tapılır? Məsələn, onu mütləq mənə deməlisiniz. Tərs funksiya, baxın, yazıram. Y bərabərdir 3x plus 1 bölü 5. Qaydanı deyirik. Birinci x və y-in yerini dəyişirik. Yəni, x olana y yazırıq, y olana x yazırıq. Yazdıq. Sonra tənliyi həll edib y-i tapmalıyıq burada. Bunun altına 1 qoyuruq, çarpaz tənasüb edirik. 3y üstəgəl 1 bərabərdir 5x. Buradan 3y bərabərdir 5x çıxaq 1. Y-i tapmaq üçün 5x çıx 1 bölünsün 3. Budur. İstəsən tək-tək bölə də bilərsən. Birinci 5-i 3-ə böləndə 1/3-də 2 2 çıx 3-də 1. Yəni birinci bunu böldük, sonra da bunu böldük. 18-ci suala baxaq. Birinci qrupun qəbul sualıdır 18. Yenə baxın, y bərabərdir x bölünsün 2x plus 3. X-lərlə y-lərin yerini dəyişirəm. X bərabərdir y böl y plus 3 yazırım. İndi bunun altına 1 qoyub çarpaz tənasüb edirsən. X, y üstəgəl 3x bərabərdir y. Bizə nə lazımdır tapmaq? Y düzdür. Ona görə y olanları keçirirsən bir tərəfə. X, y minus y bərabərdir 3x keçdi sağ tərəfə mənfi 3x oldu. İndi buradan y çıxardırsan. 2 sıx 1 bərabərdir mənfi 3x. Buradan da y bərabərdir mənfi 3x bölünsün 2 sıx 1. İstəsən əgər mənfi olmasın, onda bunu 3x yazıb aşağını 1 minus x yaza bilərsən. Belə fikir verin də, çox uşaq bu hissədə gəlir dayanır, x-lərlə y-ləri görür, deyir, bu 2 dənə dəyişən var, neyiniyim? Sən məsələn, burada y-i tapmaqdır. Y-i tapasansa, sən y-ləri yəni keçid bir tərəfə, sən x-lə işin olmasın orada.